Salam əziz izləyicilər, bugün sizə növbəti test sualımızın izahını verməyə çalışacağım. Sualımızın şərti belədir. Cədvələ əsas uyğunsuzluğu müəyyən edin. Cədvəldə adalar və adalar üçün ümumi olan xüsusiyyətlər verilmişdir. Birinci sırada Galapagos və Kanar adaları ümumi olan xüsusiyyətlərdə tropik iqlim qurşağında və qərb yarımkürəsində yerləşir. Galapagos adaları ekvator xətti ilə kəsilməsinə baxmayaraq tropik iqlim qurşağında yerləşir. Kanar adaları da tropik iqlim qurşağında yerləşir. Hər ikisi də Greenwich meridianının sol tərəfdə yerləşdiyinə görə demək qərb yarımkürəsində yerləşir. Bu uyğun sıradır. Bunu götürmədik. Keçdik ikinciyə. Sokotra və Zənzibar adaları ümumi olan xüsusiyyətlərə baxaq. Aid olduğu ölkənin bütün ərazisində cisimlərin kölgəsi ilə ərzində 2 dəfə itir. Bu hissəni analiz edəcək. Sokotra Yəmənə, Zənzibar Tanzaniyaya aiddir. Hər iki ölkə tamamilə tropik işıqlanma qurşağında yerləşir. Tropik işıqlanma qurşağında da il ərzində cisimlərin kölgəsi 2 dəfə itə bilər. Bu hissə doğru. Davamında aid olduğu ölkə G20 ölkələr qrupuna aid dövlətlə quru sərhədlərinə malikdir. Deməli, Sokotranın aid olduğu ölkə, yəni Yəmən, G20 ölkələrindən Səudiyyə Ərəbistanının quru sərhədlərinə malikdir. Amma Tanzaniya Afrikada yerləşir. Afrikada yalnız Cənubi Afrika Respublikası G20-yə aiddir. O ilə də quru sərhədinə malik deyil. Deməli, bu uyğun olmayan sırada 2-ni götürdük. Keçdik üçüncüyə. Luson və Martinika adaları verib, ərazisində aktiv vulkanlara rast gəlinir və tropik siklonların təsirinə məruz qalır. Luson adasında Pinatubo, Martinika adasında Montempello vulkanı yerləşir. Luson adası Filippin adaları, Martinika adası isə Antil adalarına aiddir. Bu səbəbdən də həm Filippin adaları, həm də Antil adaları tropik siklonlara məruz qalır deyə bu sıra uyğun sıradır. Bunu da götürmədik. Keçdik 4-ə. Vrangel və Kalimantan adaları verilib. Ümumi xüsusiyyətlərdə 3 yarımkürədə və əsas iqlim qurşağında yerləşir. Vrangel 180 dərəcəli meridianla, Kalimantan ekvator xətti ilə kəsildiyinə görə deməli 3 yarımkürədə yerləşir və əsas iqlim qurşağında. Vrangel Arktik iqlim qurşağında, Kalimantan ekvator iqlim qurşağında yerləşir. Hər ikisi də əsas iqlim qurşağı. Deməli, bu da uyğun sıradır. Bunu da götürmədik. Keçdik 5-ə. Pasxa və Vankuver adaları mülayim işıqlanma qurşağında və sahəsi artan okean ərazisində yerləşir. Pasxa cənub mülayim, Vankuver şimal mülayimdə yerləşir. Bəli, bu hissə doğru. Və sahəsi artan okean ərazisində. Hər ikisi sakit okeanda yerləşir. Sakit okeanın sahəsi azalır. Deməli, bu hissə uyğun olmayan sıradır. 5-i də götürdük. Keçdik 6-ya. Tasmaniya və Yava adaları tropik hava kütlələrinin təsirinə məruz qalır və litosfer havaların sərhədində yerləşir. Tasmaniyanın bir hissəsi subtropik, Yavanın bir hissəsi subekvatorda yerləşir. Subekvatorda qış ayında tropik, subtropika isə yay ayında tropik hava kütləsi təsiridir. Bu hissə doğru və litosfer havaların sərhədində yerləşir. Tasmaniyada isə litosfer havaların sərhədində yerləşə bilməz. Deməli, bu da uyğun olmayan sıradır. Doğru cavabımız olacaq 2, 5, 6 C variantı.